Sabirabad rayonunun Həşimxanlı kənd sakini Alik Mirzəyev yaşadığı evin qəzalı vəziyyətdə olması ilə bağlı şikayət edir. Onun sözlərinə görə ötən il baş vermiş zəlzələ nəticəsində evi ciddi zərər görüb və yararsız vəziyyətə düşüb. 6 nəfərlik ailə, ata, ana və 4 uşaq təhlükəli şəraitdə yaşamağa məcburdur. 1962-ci ildə inşa olunmuş ev atasından miras qalıb. Evin sığortalanmaması səbəbindən ailəyə heç bir kompensasiya ödənilməyib. Sığorta olunması üçün kupça sənədi tələb edilsə də, onun əldə olunması 2000 manata qədər vəsait tələb edir. Ailənin isə bu məbləği ödəməyə imkanı yoxdur. Mən dəfələrlə gedib kənd icra hakimiyyətinə, rayon icra hakimiyyətinə gedib düşmüşəm qəbuluna, başqa bir fövqəlanın hamısı deyir ki, evin gərək kupçası olsun. Sığortası olsun, sığorta vermədən ki, kupçası olsun. Kupça da 2000 nə qədər pul tutur. Mənim də o gücüm yoxdur ki, yəni eləyəm. Ona görə də bu ev qalıb, yəni bu evdə yaşayanlardan da rəhmətə gedəni var. Onların ölüm kağızını yığmaq, 2200 manat pul eləyir. 2200 manatım olsaydı, gedib bir balaca çoma tikərdim. Tabi niyə kim ora bırak? Hamısı heç kimin bir yerdən bir kömək eləyənə belə, nə də devlətdən 1 manat bir yerdən bir pul almırıq ki, deyəm ki, bir yerdən bir gəlirimiz var. Gəlirimiz də yoxdur, yaşayışımız da bu. Hər anda ev uçmaq qəzasındadır. Ailənin vəziyyətini daha da ağırlaşdıran məqam övladlarının səhhətidir. 2 məktəbli uşaq epilepsiya xəstəliyindən əziyyət çəkir. Bir müddət pensiya alsalar da hazırda bu ödəniş dayandırılıb. Ailənin gündəlik qazancı əsasən uşaqların müalicəsinə xərclənir. Bundan başqa ailə başçısı Alik Mirzəyev də asma xəstəliyindən əziyyət çəkir. 2 dənə suduraq xəstəsi var evdə uşaq. Əvvəllər onlara 1 il pensiya verdilər. Sonra dedilər ki, alaqdan yoxlayırıq, nağayrığını apardım, dedilər 87% xəstəlikləri, gələ 97-100-ə yaxınlaşsın ki, verək. Hər ikisində ki, Bakıda nevroloji dispansiyada yatmaq haqqında düz bir camadan sənədləri var. Vətəndaş bildirir ki, dəfələrlə rayon icra hakimiyyətinə müraciət etsə də heç bir nəticə əldə edə bilməyib. Məsələ ilə bağlı kəndin ərazi nümayəndəsi də məlumatlıdır. Lakin onların da ailəyə yardım göstərmək səlahiyyətləri və imkanları yoxdur. Həşimxanlı kənd İnzibati Ərazi nümayəndəsinin müavini İntizam Hüseynov. Sözü gedən vətəndaşın problemi ilə bağlı məlumatımız var. Uşaqları xəstədir, evləri köhnədir. Köhnə olduğu üçün də sığortaya yararsızdır. Yəni köhnə evlərin sığortalanması biraz çətindir. Ona görə də sığorta olmağı mümkün deyil. Müraciət eləsə də sığortanı qəbul eləmirlər. Çiy kərpicdən olduğu üçün qəbul eləmirlər. Biz nümayəndəlik olaraq da bizim elə bir vəsaitimiz yoxdur ki, ona köməklik edək. İcra hakimiyyəti də bu barədə məlumatlıdır ki, vətəndaşın vəziyyəti bu barədədir.